Elementar həyat standartları belə olsun ki, aşağı səviyyədə, orta səviyyədə rüşvət tam yığılışdırılsın. Standart belə olmalıdır. Üst səviyyədə də əlbəttə ki, o ictimaiyyətin təsiri altında ola bilər də. Onu adi vətəndaş çətindir onu eləməyə. Ona görə ki, o yuxarı səviyyədə fırlanan rüşvəti tək vətəndaş tək əllə eləyə bilməz. Amma mənim yaşadığımız səviyyədə mən rüşvət vermirəm. Mən nədir? Məsələn, ev tikmişəm, tələb eləmişəm ki, gəlsin bu evin ölçülərini alınsın və mənə çıxarış verilsin. O müraciət eləyəndə də yazmışam. Baxın, mən özümdə rüşvət götürməmişəm. Özümdə rüşvət vermirəm. Ona görə ki, uzatmayın. Bir ayda müddət, bir ayın içində eləyin. Bunlar uzatdılar 5 aya. Mən 2-3 dənə şikayət yazdım. İndi bunlar yayın istisində, yaxşı havada gəlib eləməyiblər ölçüləri də. Gəliblər, bilsən, palçıq dizə kimidir, yağış yağır göydən. Bu, deyirəm, sizə lazım idi bu. Siz bunu normal şəraitdədir də. Bir də sən niyə alçalırsan axı məndən rüşvət istəməyə?